Bugünkü mövzumuz IELTS haqqında olacaq. IELTS-də öz təcrübələrim, hazırlaşdığım müddətdə nələri səhv etdim, nələri düz etdim və nələri qazandım, istəyirəm onun haqqında danışam. Və bu ərəfədə qazandığım təcrübələri sizlərlə bölüşərək sizə də bir kömək olmaq istəyirəm. Və o zaman çox sözü uzatmadan keçək videoya. Bu arada mənzərəni də fərqli bir məkan olaraq seçdim. Hər dəfə ev içində olmasam, bu səfər fərqli bir şey olsun istədim. Nəysə. Bugünkü mövzumuz IELTS və IELTS-ə nə qədər müddətdə hazırlaşdım, necə hazırlaşdım, kimlə hazırlaşdım, IELTS ümumiyyətlə nədir, necə olur, imtahan ərəfəsində nələr baş verdi, onlar haqqında ümumi məlumat keçəcəm. İlk öncə IELTS-ə 2 ay müddətində hazırlaşdım və overall skor olaraq 6 bal yığdım. Və 1 ay hazırlaşdım, sonra ara verib 1 ay, yenidən 1 ay hazırlaşdım. Bunun səbəbi isə çox universitetdə olan bildiyiniz kimi Kod Akademi, ora qoşuldum və Kod Akademiyə qoşulduğum üçün artıq vaxtım həddən artıq çox bölündü. Və vaxt bölgüsü nəticəsində müəyyən çətinliklər yaşadım. Həm universitet dərslərinə ayrılan vaxtlar, həm koda ayrılan vaxtlar, üstəlik də IELTS çox çətinlik yaratdı. Amma yaşadığım andan həqiqətən zövq aldım. Nə yaxşı ki, o ərəfədən, yəni o situasiyadan keçmişəm, nə yaxşı ki, bu anı yaşamışam deyirəm. Çünki insan çətinliklərlə üzləşdikcə böyüyür. Yəni, əgər bir yerə gəlmək istəyirsə, hər kəs kimi davranmamalıyıq da, düzdürmü? Hər kəsdən fərqli davranmalıyıq, bir şeylər eləməliyik. Yəni, hər kəs universitetə gedir, hər kəs universiteti bitirir. Amma necə bitirdiyindən asılı olaraq sənin həyat tərzini dəyişə bilər də, nələri qazandın. Təkcə universitet qiymətləri ilə də kifayətlənməmək lazımdır deyərəkdən. Dayandırıb keçək əsas mövzumuza. IELTS-da bildiyiniz kimi 4 hissə olur. Speaking, listening, reading və writing. İlk öncə başlayaq speakingdən. Speaking mənim üçün ən rahat olan hissə oldu. Çünki həm praktika eləyirdim çoxlu, həm də bilmirəm, nədənsə çox rahat gəlirdi mənim üçün. Ümumiyyətlə IELTS-ə başlamamızdan əvvəl ümumi olaraq 1 il əvvəl, yəni bir dostum var idi, partner olaraq onunla speaking məşqlər edirdik. Həftədə 2 dəfə, minimum 1 saat, maksimum isə 2 saat, 1 saat yarım gedirdi, yəni. Və bunun da mənim üçün həqiqətən çox kömək oldu. Demək istəyirəm ki, danışmağı necə öyrənə bilərəm deyirsinizsə, ilk öncə, əgər ümumiyyətlə bu ingilislə söhbət getmir, fərqli dil öyrənirsinizsə, ilk öncə siz öz dilinizi yaxşı bilməlisiniz. Əgər öz dilinizdə cümlə qura bilmirsinizsə, istəyirsən ingilislə super səviyyədə, heç ingiliscə də cümlə qura bilmirsən. Bu alman dilinə də aiddir, italyan dilinə də aiddir, türk dilinə də aiddir, hər dilə aiddir. Yəni ilk öncə öz dilini yaxşı bilməlisən ki, sonra fərqli əcnəbi dillərdə yaxşı danışa biləsən. Speakingdə dediyim kimi 3 hissə olur: part 1, part 2 və part 3. Part 1 ən rahat olan hissədir, çünki özümüz haqqında suallar verilir və özümüz haqqında cavablar veririk və konkret cavablar verə bilirsən. Bir cümlə ilə də kifayətlənə bilirsən, amma bir cümlə, 2 cümlə demək daha məqsədə uyğundur deyə bilərəm. Part 2-də isə 2 dəqiqə vaxt verilir və 1 dəqiqə isə fikirləşməyə, mövzu haqqında fikirləşməyə vaxt verilir. Bir mövzu verilir sizə, bu mövzu əsasında 3 sual var. O 3 suala əsasən ümumiləşdirib bir danışmalısınız, bir danışıq həyata keçirməlisiniz. Və bu danışıq sizə maksimum 2 dəqiqə vaxt verilib. İstəsən 1 dəqiqə 30 saniyə danış, istəsən 1 dəqiqə 45 saniyə danış, amma 1 dəqiqə danışa bilirsən. Bu sənin özündən asılıdır. Lakin 1 dəqiqə danışmaq heç də qənaət bəxş deyil, çünki minimum 1 dəqiqə 45 saniyə danışmalısan ki, yaxşı bir bal ala bilərsən. Lakin əgər danışsan 2 dəqiqə, hətta 2 dəqiqəni keçsən daha yaxşıdır. Çünki examiner zaten 2 dəqiqə keçəndə səni özü dayandırır. Burada heç narahat olacaq bir şey yoxdur. 2 dəqiqəni keçsən, yəni sənə nə bal kəsir, nə bir şey, əksinə sənin üçün müsbətdir. Vaxt tapdı da. Və part 3-ə gəlsək, part 3-də isə daha ümumi suallar verilir və burada əsas məqsəd özümüz haqqımızda deyil də ümumi olaraq cavab verməliyik. Və bir cümlə burada heç də qənaət bəxş sayılmır. Minimum 2 cümlə, maksimum 3 cümlə, yəni maksimum 3 cümlə dediyim səndən asılıdır. 2 cümlə kifayətdir part 3 üçün, yəni minimum olaraq. Ümumi dediyim kimi speaking 15 dəqiqə vaxt çəkir. Bu qədər, yəni ən rahatı mənim üçün də speaking oldu. Məncə, əgər öz dilinizi yaxşı bilirsinizsə, speakingdə zaten heç bir çətinlik çəkmirsiniz, sadəcə biraz da söz bazısı lazımdır. Və keçək writing hissəsinə.
Writing hissəsi mənim üçün çətin bir hissə idi. Çünki evdə yazan zaman maksimum aldığım bal 5.5 bal olmuşdu. Amma oraya gedəndə çox yaxşı bal aldım. Yəni heç gözləmədiyim nəticə 6 bal aldım. Düzdür, bəlkə kiminsə görə 6 bal aşağı ola bilər əslində, amma mənim üçün 6 bal writingdən yaxşı bir nəticə idi. Və writing isə 2 taskdan ibarət olur. Task 1 və Task 2. Task 1-da qrafiklərin nəticəsində yazırıq mətni. Task 2-da isə ümumi olaraq suallar verilir. Bu sualların tipləri var. Oradan özünüz araşdıra bilərsiniz. Məsələn, birini deyim. Tutaq ki, hər kəs universitet oxumalıdırmı? Əgər razısansa, razı deyilsənmi? Razısansa, niyə razısan? Razı deyilsənmi? Niyə razı deyilsən? Və yaxud da hər iki fikri təsdiqləyirsən, bu şəkildə bir mətn yazırsan və strukturada düzgün yerinə yetirməlisən ki, yaxşı bir bal ala bilərsən. Writingdə isə əsas diqqət etməli olduğumuz şeylərdən biri isə söz sayıdır. Task 1 üçün 150, minimum 150 söz olmalıdır. Task 2 üçün isə minimum 250 söz olmalıdır. Writingdə 1 saat vaxt verilir. Sizə məsləhətim olar ki, zaten hazırlaşdığınız müəllim də sizə bunu tövsiyə edəcək ki, 20 dəqiqəni Task 1-a, 40 dəqiqəni isə Task 2-yə ayırmağınızı məsləhət görərəm. Mən kimlə hazırlaşdığımı demədim deyəsən, videonun əvvəlində dedimsə, bu hissəni kəsəcəm, demədimsə bu hissə qalar. Arzu mənlə hazırlaşdım. Instagram səhifəsində qoyaram aşağı və yaxud da buralarda bir yerdə. Və keçək listeningə. Listeningdə 4 partdan ibarət olur və part 1 ən rahat, ən sadə hissədir. Hər kəsin düz yaza biləcəyi bir hissədir deyə bilərəm. Orada səhv minimum dərəcədə olur, hətta heç olmur deyə bilərəm. Və getdikcə part artdıqca sualın çətinləşmə səviyyəsi də artır. Ən çətin part 4-dur, çünki orada hər şey full açıqdır və gap fillingi, əsas diqqət etməli olacağımız şeylərdən biri isə paraphrase olunur cümlələr. Yəni sənə verilən cümlələr orada dinlədiyin kimi olmur. Cümlələr sinonim şəklində verilir. Əgər sənin söz bazan varsa, yaxşı bilirsənsə, bu həmin gap fillinglər, yəni boşluq doldurmalar çox yaxşı yazılır. Zaten orada deyilən sözü sadəcə gətirib gap fillingdə yerinə qoymalısan. Amma hansı cümlədən bəhs etdiyini bilmək üçün isə paraphrase anlayışından bilməlisən. Yəni sözlərin sinonimin anlamalısan. Listening üçün isə ümumi 1 saat vaxt verilir və listeningi inkişaf etdirmək üçün isə deyə bilərəm ki, podkastlar dinləyin və bu podkastlar mən Spotify-dan dinləyirdim. Adını unutdum, amma buralarda bir yerdə qoyaram şəklinə, oradan baxa bilərsiniz. Həqiqətən çox kömək oldu. Ondan əlavə filmlərə çox baxmanızı tövsiyə edirəm. Filmlərə baxan zaman təbii ki, passiv dinləmə də eləyə bilərsiniz, aktiv dinləmə də eləyə bilərsiniz, amma mən daha çox passiv dinləmə eləyirdim. İlk öncə alt yazısız izləyirdim, sonra isə alt yazını açıb baxırdım. Yəni bir filmi 2 dəfə baxırdım. Düzdür, çətin olurdu, maraqsız olurdu, amma biz burada əyləncədən çox məqsədimiz var da, o balı yığmaq üçün şərtlərin isə müəyyən əziyyətlərdən keçməliyik. Və gələk son hissə readingə. Readingdə isə yenə orada da 1 saat vaxt verilir, amma bu səfər listeningdən fərqli olaraq burada 3 part var və hər 3 partda da mətnlər olur, fərqli mətnlər olur. Part 1 13 sual, part 2 13 sual, part 3 isə 14 sual olaraq ümumi 40 sual təşkil edir. Həmçinin listeningdə də 40 sual təşkil edirdi. Listeningdə isə hər partda 10 sual olurdu və readingdə ən sadə part 1-dir. Getdikcə burada da çətinlik dərəcəsi artır. Lakin part 1-də 13 sualdır və ən az vaxtı part 1-ə ayırmağınızı tövsiyə edirəm. 1 saatınızı düzgün bölüşdürün. 15 dəqiqə part 1-a, 20 dəqiqə part 2 və 25 dəqiqə isə part 3 ayırmağınızı tövsiyə edərəm. Və readingdə çox adam mətni şablon oxuyur. Ona heç bir ehtiyac yoxdur və readingdə də, listeningdə də fərqli sual tipləri var. Bu sual tiplərinin hərəsinin ayrı-ayrı yanaşma tipləri var. Bunlar da fərqli kanallardan baxaraq tapa bilərsiniz və bu tiplərə görə siz öz vaxtınıza qənaət edə bilərsiniz. Bundan əlavə olaraq başqa etdiyim səhvlər nələrdir, onu desəm, heç vaxt IELTS son kursa saxlamayın. Ən böyük etdiyim səhvlərdən biridir. Və 4-cü kursun 1-ci semestrinə saxlamışam və müəyyən gecikmələr yaşadım. Bu gecikmələr sayəsində də müxtəlif universitetlərə, istədiyim universitetlərə qəbul verə bilmədim və sizə məsləhətim odur ki, əgər 4 illik oxuyursunuzsa, ixtisasınız 4 illikdirsə, maksimum dərəcədə 4-cü kursun 1-ci semestrinin oktyabr ayına və yaxud da dekabr ayına IELTS-iniz əlinizdə olsun. Daha tez alsanız daha yaxşı olar. Minimum şəkildə isə 3-cü kursun 2-ci semestrinin fevral ayında, yanvar aylarında artıq əlinizdə olsun ki, çox rahat şəkildə, arxan şəkildə otura bilərsiniz. Sadəcə 4-cü kursda sənədləşdirmə işlərinə məşğul olasınız. Çünki sənədləşdirmə işləri həmçinin çox qarışıq məsələdir və həyəcan dolu məsələlərdən biridir. Deyəcəklərim bu qədər. Başqa deyə bilərəm ki, çox çalışın, həvəsdən düşməyin, motivasiyadan düşməyin. Həmişə istədiyiniz nəticəni əldə etməyəcəksiniz. Çox çalışsanız belə, yenə istədiyiniz nəticələri əldə etməyə bilərsiniz. Yəni hər zaman hər şeyin yaxşı olacaq deyə bir şey yox. O zaman videonu burada sonlandırım. Əlavə suallarınız olarsa, şərh bölümlərində qeyd edərsiniz. Mən də oradan cavablandırmağa çalışacağam. Özünüzə yaxşı baxın. Görüşmək diləyilə.